Allah Azza və Cəllənin kitabın gözəl tilavət eləməliyik. Yəni Allahın ayətlərin anlamalıyıq. Allah Azza və Cəllə Quran-ı Kərimdə Kəhf surəsinin 45-ci ayəsində buyurur ki: "Vadrib lahum məsələl hayatid dunya kəma'in ənzəlnahu minəs-səma." Ey Muhammed, onlara dünya həyatın misal çək. Misal çək ki, dünya həyatı səmadan enən bir su kimidir. Yəni Allah Azza və Cəllə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ey Muhammed, mənim o qullarıma, salih qullarıma və yaxud nankör qullarıma misal çək ki, bu dünya həyatı göydən enən bir su kimidir. Və İmam Qurtubi rəhmətullah aleyhi bu ayəni təfsir edərkən buyurur ki, nə üçün Allah Azza və Cəllə dünyanı suya bənzədir? Və 4 bənzətmə gətirir. Birinci bənzətmə ona görədir ki, suyun sabit olmaması kimi dünya da dəyişkəndir. Necə ki, su sabit deyil, su nədir? Dəyişkəndir. Bir yerdə qalmır, axır, yəni gedir, yoxa çıxır, elə deyil. Və deyir ki, dünya da belədir. Bu günləri sən bu dünyada varsan, sabah yoxsan. Və yaxud bu dünyada bu günləri xoşbəxtsən, sabah hüzünlüsən. Dünyanın halı, əhvalı daim dəyişir. Necə ki, su dəyişir, dünya da dəyişir. Yəni, Allah Azza və Cəllə dünyanı nə üçün suya bənzədib? Çünki su dəyişkəndir, hərəkət edir və dünya da hərəkət edir. Ona görə Allah Azza və Cəllə buyurur ki, dünya həyatı göydən indirdiyimiz bir su kimidir. Və Allah Azza və Cəllə bizə burada Quran ayələrinin mənəviyyatını öyrədir. Yəni, Quranı necə başa düşmək lazımdır, ayələri necə başa düşmək lazımdır, ayələri necə dərk etmək lazımdır. Allah bizi bunu öyrədir Quran-ı Kərimdə. Həmçinin ikinci isə İmam Qurtubi rəhməhullah buyurur ki, nə üçün Allah dünyanı suya bənzədir? Ona görə ki, su gedər, iz qoymaz. Dünya da deyir, əbədi deyil. Yəni, su gedir, iz qoymur. Dünya da deyib belədir. Gedir, iz qoymur. Allah Azza və Cəllə buyurur ki, kullu mən aleyhə fən. Orada olan hər bir şey fən olacaq. Yəni, fani olacaq, yoxa çıxacaq. Dünyanın izi tozu qalmayacaq. Bu dünyanın, yerin və göyün izi tozu qalmayacaq. Nə görürsənsə burada, hamısı bir gün məhv olub gedəcək. Necə ki, su yerə enir, torpaqda yoxa çıxır, eləcə də bir gün gələcək, əziz qardaşlar, dünya yoxa çıxacaq. Dünya yox olacaq. Ona görə Allah Azza və Cəllə bu ayədə dünyanı suya bənzədir. Dünya nemətlərinə aldanan kəs, dünya nemətlərinə aldanan kəs bilməlidir ki, bu dünya əbədi deyil. Bir gün gələcək, bu dünya yox olacaq və yaxud sən yox olacaqsan. Sən çıxıb gedəcəksən. Sən bu dünyadan köçüb gedəcəksən. Ona görə Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, kullu nəfsin zəiqatul mevt. Hər bir nəfs ölümü dadacaq. Bu dünyada, bu həyatda əbədi qalan deyilsən. Üçüncü isə əziz qardaşlar, Allah Azza və Cəllə dünyanı suya bənzətmişdir. Ona görə ki, suda batmaq mümkündür. Dünyada da həmçinin insan batır. Yəni, suda batmaq mümkündür. Yəni, belə deyək də, yəni sən bir okeanda, bir dənizdə bata bilərsən. O okeanda, o dənizdə qərq ola bilərsən. Yəni artıq sən görsənməyəsən. Suya batacaqsan və görsənməyəsən. Dünya da belədir. Sən dünyaya bata bilərsən və görsənməyə bilərsən. Necə dünyaya bata bilərsən? Ancaq dünya işlərinə məşğul olarsan. Dərdin sərin dünya olar. Bax, dünya əhli olan qardaşlar, zikr məclisində olur, olmur. Yəni, batıblar. Necə ki, insan suda batır, yoxa çıxır. Dünyavi insanlar da elədir. Görsən ki, ancaq işi, gücü, tədarüki ancaq dünyadır. Yəni, insan okeanda batdığı kimi, o da dünyanın keçici həvəslərində, istəklərində batıb yoxa çıxır. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, bir vaxt gələcək, yəni sizlər Allahdan uzaqlaşacaqsınız, mənaca hədis belədir. Allahdan uzaqlaşacaqsınız. Allah Azza və Cəllə sizə dərd verəcək. Yəni
Vəhim verəcək, vəhim. Sahabədir, ya Rasulullah, vəhim nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, vəhim insanın dünyaya qarşı sevgisi olacaq, bir də ölümü xoşlamayacaq. Yəni Allah azza və cəllə bizə vəhim verəcək. Vəhim nədir? Dünya sevgisini bizim qəlbimizə soxacaq və ölümə bizi nifrət etdirəcək. Yəni ölmək istəməyəcək. Bu da xəstəlikdir. Yəni insan dünyanı sevərsə, dünyanın içindəkilərini sevərsə, artıq o insan bu dünyada batır. Məhv olur, yoxa çıxır. Allah azza və cəllə Qasas surəsində buyurur ki: "Vabtaghi fima ataakallahu daral axirə və la tansa nasibaka minəd-dunya." Allah azza və cəllə buyurur ki, əlində olanlarla əbədi axirət məkanını qazan. Yəni Allah sənə vaxt verib, möhlət verib, nemət verib. Bu nemətlərlə axirət yurdu üçün azuqə topla, xeyir iş gör. Və dünya həyatını da unutma. Dünyada olan nəsibini unutma. Dünyada Allah sənə veribsə, onunla kifayətlən. Yəni qənaətçil ol. Yəni çox olarsa bəzən insan dünya işlərinin içində giriftar olur. Çətinliyə düşür. Sən Allahdan azza və cəllədən istəyirsən, dünya istəyirsən, amma müqabilində axirət istəmirsən. Xeyir əməllər istəmirsən, sabit olmağını istəmirsən. Allahın əzabından özünü qorumaq istəmirsən. Qəbr əzabından Allaha sığınmırsan. Cəhənnəm əzabından Allaha sığınmırsan. Yəni axirətin üçün tədarük görmürsən, ancaq bu dünyanın üçün tədarük görürsən. Səhərdən axşama kimi oturursan, deyirsən ki, ancaq dünyam. Evim, eşiyim, maşınım, övladlarım. Yəni müsəlmansan, Allahu akbar. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, deyir, kimin dərdi, səri, qəmi dünya olarsa, Allah deyir, onu dünyanın zəlili edər. Dünyanın zəlili olarsan, dünya qaçar, sən də axirətdə qaçarsan. Yəni dünya belədir. Necə ki, Allah azza və cəllə Quran-ı Kərimdə buyurur ki, Allah buyurur ki, qoy dünya həyatı səni aldatmasın. Dünya həyatı insanı aldadır. Dünya həyatı necə insanı aldadır? İçində olan zövqləri, içində olan ləzzətləri insanı aldadır. İnsanı giriftar eləyir. İnsanı məhv eləyir. Və hər gün, qardaş, vaxtdan gedir, ömürdən gedir. Sən hiss edirsən ki, sən hər gün, hər an, hər dəqiqə, hər saat Allaha yaxınlaşırsan, Allahla görüşə yaxınlaşırsan, bəlkə də 1 il, bəlkə də 5 il, bəlkə də 10 il sən Allahla qarşılaşacaqsan, artıq yaşın 40-ı keçib, 50-ni keçib, 60-ı keçib. Sən bəlkə 5 ildən sonra, təcrübədən belə göstərir ki, insanlar 60-70 yaşında çox vaxt ölürlər. Sən 5 dənə belə ildən sonra aləmlərin Rəbbi olan Allahla qarşılaşacaqsan. 5 dənə belə ildən sonra. Sən bunu bilmirsən. Nədir axı sənin bu yaşda dünyaya belə hərisliyin, dünyanın sevgisi qəlbinə elə girib ki, hər şeyi unutmusan. Hər şeyi unutmusan. Baxırsan ki, həyatına nə namazları doğrudur, nə ibadətləri doğrudur, nə müsəlmanlarla bir, belə deyək, anlaşması var. Səni bu hala qoyan nədir? Dünyanın istəkləri. Müsəlmanlar arasında olan ixtilaflar, problemlər nə üçündür? Əksəriyyəti dünya üçündür. Allah üçün çox azdır, qardaşlar. Allah üçün əgər müsəlmandan küsürsə, o barışır. Uzağı 1 il, 2 il barışır. Allah üçün küsərsə. Dünya üçün küsənlər barışmır, qardaşlar. Bilin. Dünya üçün küsənlər var ha, çox vaxt barışmır. Təcrübə belə göstərir. Amma Allah üçün küsənlər barışırlar. Sən məni Allah üçün tərk etmirsən, müəyyən bir vaxtdan sonra mən anlayacağam, dərk edəcəm, gəlib sənə barışacağam. Amma dünya üçün tərk eləmisənsə məni, vay. Səni ölənə qədər bağışlamayacağam. Hətta şiddətli şəkildə deyirsən ki, 2 əlim axirətdə yaxandadır. Nədir bu kin, küdurət? Bu xəbislikdir, əziz qardaşlar, vallahi. Müsəlmanları bağışlamaq lazımdır, müsəlmanları sevmək lazımdır, ixlaslı olmaq lazımdır. Əgər bizlər ixlaslı olarıqsa, bizdən 2 nəfər, 3 nəfər, 4 nəfər axsaqqallar gedib müsəlmanları barışdıra bilər. Biz də barışdırmaq istəmirik. Allah Quran-ı Kərimdə buyurur ki, فَأَصْلِحُ بَيْنَ أَخَوَيْكُمْ Qardaşlarınızın arasını düzəldin. Qardaşlarınızı barışdırın. Onların arasında mehribançılıq yaradın. Bunu etsəniz,
bəlkə rəhm olunasınız. Salihlərimiz də, xeyr istəyənlərimiz də müsəlmanları barışdırmaq istəmir. Əksinə, daha belə deyərlər, odun üstünə benzin tökür. Odun üstünə benzin tökür ki, daha da alışsın, daha da yansın. Elə bir bundan ləzzət alır, keyf alır. Amma bilmir ki, onun etdiyi o həsəd, o paxıllıq, onun imanını yiyir. Necə ki, od ağacı yiyir. Peyğəmbər sallallahu aleyhi və səlləm şiddətli şəkildə bizi həsəddən çəkindirmişdir. Və əziz qardaşlarım, bunlar hamısı dünya sevgisidir. Dünya sevgisidir. Və bil ki, bu dünya bir su kimidir, keçididir, gedəcək, yox olacaq, məhv olacaq. Bu dünyaya görə Allahla uzaqlaşma. Allahla aran dəyməsin bu dünyaya görə. Üçüncü isə əziz qardaşlar, Allah Quran-ı Kərimdə nə üçün dünyanın suya bənzətmişdir? Birinci qeyd etdik. Birinci nə idi? Çünki dünya sabit deyil. İkinci qeyd etmişdik. İkinci nədir? Su gedər, iz qoymaz. Dünya da belədir. Gedər, iz qoymaz. Üçüncü isə əziz qardaşlar, suda insan batır. Dünya da belədir. Dünyada insan batır. Görün Allah Quran-ı Kərimdə nə deyir? Kəhf surəsi 45-ci ayəsində. Ey Muhammed, dünya həyatın onlara misal çək. Dünya həyatı göydən enən bir su kimidir. Göydən enən bir su kimidir. Yəni burada Allah Azza və Cəllə bu misalı elə-belə çəkmir. Hətta biz anlayaq, dərk eləyək. Bu ayənin mənəviyyatını anlayaq. Hiss eləyək, tədəbbür eləyək, təfəkkür eləyək. Allah burada bizə hansı mesajı öyrədir? Hansı mənəviyyatı öyrədir? Bu ayə elə-belə deyil. Misala da baxın, həqiqətən misal çox tutarlı bir misaldır. Sonra isə əziz qardaşlarım, Allah Azza və Cəllə bu dünyanı nə üçün suya bənzədib? Çünki su həm faydalı ola bilir, həm də zərərli ola bilir. Dünya da elə. Həm faydalı ola bilir, həm də zərərli ola bilir. Yəni su ölçüsündə içərsənsə fayda verəcək. Ölçüsündə içməzsənsə səni boğacaq. Səni məhv edəcək. Dünya həyatı da belədir. Dünyanı ölçüsündə istifadə edərsənsə o sənə fayda verəcək. Necə ki Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur: "Və la tansa nasibaka minəd-dunya." Dünyada olan nəsibini unutma. Yəni Allah səni verdiklərindən istifadə et. Allahın nemətlərindən ye, iç, amma çox olmasın. Çox olsa, necə ki deyir, suyun çoxu insana zərər verir, eləcə də dünyanın çoxu insana zərər verir. Peyğəmbər sallallahu aleyhi və səlləmə dünya sunuldu, elə deyil, dünya sunuldu. Peyğəmbər sallallahu aleyhi və səlləm istəmədi. Uhud dağların qızıl eləyə bilərdi Allah Azza və Cəllə Peyğəmbər üçün, sallallahu aleyhi və səlləm üçün. Peyğəmbər sallallahu aleyhi və səlləm istəmədi. Çünki o dünyanın həqiqətini anlamışdı. Dünyanı bilirdi. Dərk etmişdilər onlar dünyanı. Onların həyatına baxın, görün Allah üçün necə yaşayıblar. Allah Resulü sallallahu aleyhi və səlləm evlərinə baxın qardaşlar. Biz həqiqətən, biz indi elə evlərdə yaşayanları görsək ağlayarıq. Vallahi ağlayarıq. Elə insanları görsək biz, bəlkə də əlimizdə olan pılımızı verərik ki, o insanı o evdən çıxardaq. 2 ev olar qardaş. 2 ev olar. 2 metrə uzunu, 2 metrə eni. Belə ev olar. Allahu Akbar. Əşraful Ənbiyə, Peyğəmbərlərin ən şərəflisi, Allahın ən sevimlisi, ən üstün məxluq gör harda yaşayıb. Bəzən də evinə, başına yağış yağardı. Evində palçıq olardı. Və onun, belə deyək, evində olan qab-qacaqlar, hamısı bilinir də, nələr olub evində. Geyimi nələr olub. Yamaqlı paltar giyini Peyğəmbər sallallahu aleyhi və səlləm. Allahu Akbar. Allah ona görə Quran-ı Kərimdə elə belə demir ki, Mühəmməddə sizin üçün gözəl örnəklər var. Peyğəmbəriniz bu dünyada necə istifadə edib? Siz necə istifadə edirsiniz? Allah Quran-ı Kərimdə buyurur ki, İnnə həuləi yuhibbunəl acilə. Həqiqətən bunlar, yəni bu insanlar keçici olan dünyanı sevirlər. Keçici olan, qalıcı olmayan dünyanı sevirlər. Və yazaruna tərk edirlər. Yazaruna deyir. Yazaruna varaəhum yevmən səqilə. Arxalarında isə ağır gün unudurlar.
ağır günlər var ha. Mərhələli peyğəmbərlərin nəfsim dediyi günləri unudurlar. Allah Azza və Cəllə buyurur onlar. Peyğəmbər sallallahu aleyhi və səlləm evinə bax. Peyğəmbər sallallahu aleyhi və səlləm həyatına bax. Ailəsinə bax, uşaqlarına bax, dostları ilə münasibətinə bax və sən öz halına bax. Ona görə Allah Azza və Cəllə buyurur ki, ey insanlar, ey müsəlmanlar, peyğəmbərinizi özünüzə örnək götürün. Onun yeməyinə baxın, içməyinə baxın, hər şeyinə baxın. Peyğəmbər sallallahu aleyhi və səlləm bizim üçün gözəl örnəkdir. Və bu dünyadan necə istifadə edib, hər birimiz bilirik. Və onun xəlifələri bu dünyadan necə istifadə edib, hər birimiz bilirik. Bilirsiniz ki, Ömər ibn Xattabın Peyğəmbər sallallahu aleyhi və səlləm öldükdən sonra 3 paltarı olur, 3 paltarı. Və deyir, Əbu Bəkir xəlifə olur, dünyasını dəyişir, o paltarları dəyişmir, təzəsini almır. Sonra özü xəlifə olur, o paltarları dəyişmir. Deyirlər, ya, ey Xattabın oğlu, ey Əmrəl-Möminin, daha dəyiş də bir paltarda 30 yamaq olar, artıq namazlara da gecikirsən. Bir paltar aldı özünə. Deyir, istəmirəm, deyir. Peyğəmbər sallallahu aleyhi və səlləm vaxtında olan paltarlarımın sayı dəyişsin, qəlbim də dəyişər. Adama bax, paltarın dəyişmir ki, sayı 3 dənə olub da, Peyğəmbər sallallahu vaxtında 3 dənə olub. Qorxur ki, 4 olar, 5 olar, halı dəyişər. Adam nədən qorxur? Ya Allahu Akbar. Gör, adam nədən qorxur? Gör, o imanın şirinliyi necə dadıb, o məhəbbəti necə anlayıb, Peyğəmbəri necə sevib və dünyanın həqiqətən lənətlənmiş olduğunu anlayıblar. Bu dünyanın lənətlənmiş olduğunu, bu dünyada heç bir xeyrin olmadığını biz bilsək, vallahi bizim qəlbimiz çox təmiz olar. Biz birimizə kin, küdurət, həsəd aparmarıq. Nə üçün insanlar vuruşurlar, dalaşırlar, küsürlər? Vallahi, billahi, tallahi dünya üçündür. Onun başlığında dünya var. Bəzən də mərdi qova-qova namərd edirik özümüz. Olur, həqiqətən olur. Mərdi qova-qova namərd edir. Artıq o dində də problemə düşür. Bir qardaş xəta eləyir, səhv eləyir, düşür onun üzərinə. Onun xətasını bəyan eləyirik. Biz ancaq bəyan. Belə bir bəyancılarıq. Nə olub qardaş? Bir müsəlmandır. Təzə çıxıb bu qəbirpərəstlikdən, təzə çıxıb bu pirlərdən, ocaqlardan, üfunət, zülmət əqidələrdən təzə çıxıb 2 ildir, 3 ildir. Nə düşmüsən bunun üzərinə? Məhv eləyirsən onu. Pis günə qoyursan onu. Bax, evdə qadınların üzərinə elə düşürlər, görürlər ki, bu insan 20 ildir pirpərəst olub, ocaqpərəst olub. 20 ildir bu filan ağaları çağırıb. İndi düzəlib, tövbədə gəlib, tövbə eləyib, şu başqa şeylər tələb edirlər ondan. Olmaz belə qardaşlar, olmaz. Görsən ki, bu problemlər gətirir axırda bizi hara aparır, bizi bir-birimizdən ədavətə aparır, problemlərə aparır. Səbəb də əziz qardaşlar dünyadır. Yeni təkrar edəm əziz qardaşlar, Allah Azza və Cəllə Kəhf surəsində buyurur ki, ey Məhəmməd, onlara dünyanı misal çək. Dünya göydən enən su kimidir. Göydən enən su kimidir. Nə üçün Allah Azza və Cəllə belə deyir? Çünki su sabit deyil. Su sabit deyil, hərəkət edir, axır. Dünya da elədir, sabit deyil. Hər gün dəyişir, hər gün dəyişir. Əhvallar, vəziyyətlər, durumlar. İnsanlar dünyaya gəlir, köçür dünyadan, xəstələnir və yaxud şəfa tapırlar. Fərqli hadisələr olur. Dünya dəyişkəndir, necə ki, su dəyişkəndir. İkinci isə su gedər, izi qalmaz. Dünya da belədir. Gedəcək, bir zaman gedəcək, fani olacaq, izi tozu belə qalmayacaq. İzi tozu ancaq bir xatirə qalacaq dünyadan. Bir xatirə, o da cənnət əhli xatırlayacaq ki, belə bir dünya var idi, biz orada yaşayırdıq. İzi tozu da qalmayacaq. Üçüncü əziz qardaşlar, suda batmaq olur, suda batırsan. Okeana düşərsən, batarsan, suya qərq olarsan. Dünya da bəzən insanı öz ağuşuna alır, qərq eləyir onu, boğur, məhv eləyir onu öz içərisində. Dünyanın bir xüsusiyyəti var, dünyanın bir iradəsi var da, bu dünyanın bir iradəsi var. İstəyir ki, səni azdırsın, öz nemətləri ilə, ləzzətləri ilə səni azdırmaq istəyir. Dördüncüsü əziz qardaşlar, Allah Azza və Cəllə dünyanı ona görə suya bənzədib ki, çünki su ölçülüdür. Ölçülü, miqdarında içərsənsə sənə faydası olacaq. Çox içərsənsə sənə zərərli olacaq. Həmçinin su gəlir, yağış yağır, ölçüsündə gəlirsə, bütün bəşəriyyətə faydası olur. Elə deyil, ağaclara, təbiətə faydası olur. Amma sel gəlirsə, yuyub aparır, silib aparır. Su bəzən Allahın rəhməti olsa da, bəzən Allahın qəzəbi olur.
Dünya da belədir. Dünyadan miqdarında istifadə etmək lazımdır. Bəzən Allah sənə bu dünyanı verir, nemətlər, rəhm edir sənə. Bəzən də bu dünyanı sənin başına bir dərd edir. Dərd edir. Ona görə əziz qardaşlarım, bu dünyadan ehtiyat eləmək lazımdır. Bu dünya yəni insanı hər hala sala bilər, hər hala sala bilər. Bu dünyada necə ehtiyat eləmək lazımdır? Təqva ilə. Təqva ilə, isti'anə ilə. İsti'anə nədir? Allahdan kömək diləməklə, yardım diləməklə, sabitliklə ancaq bu dünyadan qorumaq olar. Bu dünyanın fitnələrindən qorumaq olar. Əks halda bu dünya səni salacaq, boğacaq səni, məhv eləyəcək. Darmadağın eləyəcək səndə səni. Nə imanın qalacaq, nə təqvan qalacaq, nə təvəkkülün qalacaq, nə duan qalacaq, nə sabitliyin qalacaq, heç bir şeyin qalmayacaq. Səni məhv eləyəcək. Ona görə alimlər deyirlər ki, insanın bu dünyada ən böyük düşməni dörddür, dörd. Birinci öz nəfsi, nəfsün. İkinci hava istəyin. Üçüncü şeytanın, dördüncü də dünya. Bu dörd şeydən başqa insanın düşməni yoxdur. Yalnız bu dörd şey insanı məhv edə bilir. Birinci nəfsdir, ikinci hava istəklərindir, üçüncü şeytandır, dördüncü də dünyadır, dünya. Bu qədər qardaşlar, Allah bizə iştifalərini etsin. Subhanallah bihamdik, əşhədu en la ilahe illə ente, estağfiruke və tubu.